Ötən gecə paytaxtın Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza zamanı minik maşını işıq dirəyinə çırpılıb. Axşam saatlarında paytaxtın Binəqədi rayonu Məhəmmədəmin Rəsulzadə qəsəbəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı Binəqədi şossesi ilə üzü şəhər istiqamətində hərəkət edən Volkswagen markalı minik maşını qəza törədib. Avtoqəzanın yaranmasının səbəbi isə sürücünün idarəetməni itirməsi olub. Yüksək sürətlə hərəkət edən minik maşının sürücüsü yol arızında olan işıqfora çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Binəqədi rayon şöbəsinin əməkdaşları sürücünün sərxoş olub-olmamağını yoxlamaq üçün onu polis şöbəsinə aparıblar. Qəza zamanı avtomobillə yanaşı işıqfora da ciddi ziyan dəyib. İlkin ehtimallara görə qəzanın yaranmasının səbəbi isə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi və yol hərəkəti qaydalarının kobud şəkildə pozması olub. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi rayon şöbəsində araşdırma aparılır. Pərviz Sönov, Manafəzli, Space.